Salam. 8-ci sinif 2-ci hissədən mövzumuz olacaqdır. Xülasə 5-ci mövzuya aid. Mən həmişə deyirəm ki, xülasə haqqında olan yazıları mütləqa oxuyun, öyrənin. Çünki dərs haqqında ən əsas məlumatlar xülasədə verilir. Burada verilibdir həzm vəzləri, həzm kanalı və funksiyaları. Bildiyiniz kimi həzm kanalı ağız boşluğu ilə başlayır. Bax, bu ağız boşluğu ilə başlayır həzm kanalı. Ağız boşluğuna açılır ağız suyu vəzləri, həzm vəzləridir. Deməli, bunun tərkibində, yəni ağız suyu vəzlərinin vasitəsilə ağız boşluğuna lizozim, amilaza və maltaza fermentləri sintez olunur. Amilaza ilə maltaza karbohidratların həzmində iştirak edir. Lizozim isə ağız boşluğunda zəif, qələvi, neytrala yaxın mühit yaradır. Həmçinin yaraları sağaldır. Bax, burada funksiyaları haqqında da verilibdir. Qidanın mexaniki xırdalanması dişlər vasitəsilə ağız boşluğunda həyata keçirilir və ilkin kimyəvi parçalanma qeyd elədik ki, amilaza və maltaza karbohidratları sadə şəkərlərə parçalanmış olur ağız boşluğunda. Ağız boşluğunda yaxşıca çeynənilmiş, xırdalanmış, isladılmış qida dilin köməkliyi ilə udlağa ötürülür. Bax, udlaq ağız boşluğundan sonra gələn həzm kanalı hesab olunur. Qida kütləsi udulur və mədəyə ötürülür. Udlaqdan sonra deməli qida kütləsi qida borusuna keçir. Qida borusu vasitəsilə mədəyə ötürülmüş olur. Belə ki, udlaq vasitəsilə qida kütləsi udulur. Qida borusu vasitəsilə isə mədəyə çatdırılmış olur. Mədəyə gəlincə bildiyiniz kimi mədə həzm kanalının ən genişlənmiş hissəsi hesab olunur. Mədə vəzlərinə gəlincə burada xlorid turşusu, seliş, pepsin, ximozin və lipaza adlanan fermentlərin sintezi həyata keçirilir. Mədədə həzm proseslərini həyata keçirmək üçün, bax, burada funksiyalarına gəlincə qeyd olunubdur. Qidanın qismən həzmi, durlaşdırılması və onun nazik bağırsağa ötürülməsi baş verir. Bildiyiniz kimi, mədədə həmçinin zülalların, süd yağlarının və süd zülallarının həzm prosesi də, bax, burada qeyd etdiyimiz pepsin, ximozin və lipaza fermentləri vasitəsilə həzmə uğramış olur. Mədədən sonra nazik bağırsaq gəlir. Bildiyiniz kimi, ən uzun şöbə hesab olunur nazik bağırsaq. 5-6 metr uzunluqda və nisbətən də uzun ola bilər. Burada gördüyünüz kimi nazik bağırsağın şöbələri var. Birinci şöbəsi 12 barmaq bağırsaq, sonra acı və qalsa bağırsaqlar hesab olunur. 12 barmaq bağırsağa qaraciyərin öd axarı, bax, burada qeyd olunduğu kimi, öd qaraciyərdən, mədəaltı vəzi isə bildiyiniz kimi həzm fermentləri hazırlayan vəzi hesab olunur. Mədəaltı vəzi düzdür, qarışıq vəzidir. Onun xarici sekresiya vəzi adlanan hissəsi tripsin, lipaza, amilaza fermentləri hazırlayır ki, o da xüsusi axarlar vasitəsilə 12 barmaq bağırsağa açılmış olur. Funksiyasına gəlincə, qida maddələri həzm olunur, qana və limfaya sorulur. Bildiyiniz kimi, deməli, bağırsaqlarda həzm öyrənəndə qeyd eləmişdik ki, burada ödün təsirindən qələvi mühit yaranır. Qələvi mühit əgər ağız boşluğunda lizozim yaraları sağaldırdısa, mədədə xlorid turşusu mikroblara zərərsizləşdirici təsir göstərirdi. O cümlədən qaraciyərdə ifraz olunan öd hansı ki nazik bağırsağa açılır. O nazik bağırsaqda qələvi mühit yaratmaqla yanaşı, o da yenə zərərli mikrobların zərərsizləşdirilməsində iştirak etmiş olur. Onu da qeyd eləyək ki, mədəaltı vəzi ki 12 barmaq bağırsağa açılır nazik bağırsaqda,
qəbul elədiyimiz qida maddələri ki var, onların tərkibində üzvü maddələr olan zülalların, yağların, karbohidratların tam həzm olunması və qana, limfaya sorulması həyata keçirilmiş olur. Nazik bağırsaq yoğun bağırsağa keçir. Deməli, yoğun bağırsaqda bildiyiniz kimi fermentlər çox cüzi miqdardadır. Burada deməli, yalnız bağırsaq çöpü bakteriyaları, hansı ki, kör bağırsaqda əmələ gəlir, onların köməkliyi ilə bitki mənşəli qidaların, sellozanın parçalanması həyata keçirilir və həmçinin də B qrupu və K vitaminlərinin deməli, sintezində də onlar iştirak eləmiş olur. Bundan başqa limfositlər mövcuddur ki, kör bağırsaqda əmələ gələn limfositlər isə öz növbəsində qoruyucu funksiya yerinə yetirmiş olur. Bildiyiniz kimi yoğun bağırsaqda suyun qana sorulması qeyd elədik ki, bağırsaq çöpü bakteriyaları ilə sellozanın parçalanması və nəcis kütlələrinin formalaşması həyata keçirilir və nəcis kütlələri düz bağırsaqdan anal dəliyə keçərək bədəndən xaric olmuş olur. Nəcis kütlələrinin bədəndən xaric edilməsi anal dəlik vasitəsilə həyata keçirilir. Qida maddələrinə gəlincə, bildiyiniz kimi orqanizmin normal fəaliyyət göstərməsi üçün, enerjiyə olan tələbatını ödəmək üçün qida maddələrinin qəbul edilir. Onların tərkibində bax bu gördüyünüz kimi zülallardır, yağlardır, karbohidratlardır, vitaminlərdir, mineral maddələr, o cümlədən su olmalıdır. Funksiyalarına gəlincə, bildiyiniz kimi üzvü maddə olaraq zülallar orqanizmdə daha çox funksiya yerinə yetirmək qabiliyyətinə malikdir ki, gördüyünüz kimi inşaat materialı ilə hüceyrələrin və toxmaların yenilənməsi zülalların fəaliyyəti sayəsində mövcud olur. Yağlara gəldikcə, orqanizmin enerji ilə təmin olunması, hüceyrə membranının quruluşunun və istilik tənziminin həyata keçirilməsində yağlar iştirak edir. Karbohidratlara gəlincə, orqanizmin gündəlik enerjiyə olan tələbatını ödəmək üçün əsas karbohidratlardan istifadə olunur. Orqanizmin enerji ilə təmin olunması kimi funksiya yerinə yetirmiş olur karbohidratlar. Vitaminlərə gəlincə, bildiyiniz kimi maddələr mübadiləsinin tənzimlənməsidir, böyüməsidir, xəstəliklərə qarşı müqavimətin olmasıdır. Bu kimi proseslər adətən vitaminlərlə həyata keçirilmiş olur ki, ona görə də qəbul elədiyimiz qidaların tərkibində vitaminlərin olması vacib şərt hesab olunur. Mineral maddələrə də ehtiyacımız var. Bildiyiniz kimi sümüklərin, dişlərin möhkəmliyinin təmin olunması, biokimyəvi proseslərdir, qanın laxtalanmasıdır. Bunlar hamısı mineral maddələrin iştirakı ilə həyata keçirilmiş olur. O ki, qaldı su, bildiyiniz kimi su enerji vermək qabiliyyətinə malik olmasa da, orqanizmdə əsas proseslərin deməli, həyata keçirilməsi suyun iştirakı ilə həyata keçirilir. Yəni, orqanizmdə gedən bütün proseslər su olmadan həyata keçə bilməz. Bu qədər, sağ olun.